Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92 170 marşrutların düz yolun qırağında, bax, düz yolun qırağında, maşınla bax, düz yol açılır darvazası demək olar. Darvazanın qabağında da maşın saxlamaq da mümkündür. 7 sotun içində 4 geniş otaqlı 200 kvadratlıq bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, haqqında sizə məlumatlarımı verim. Evin qiymətin videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, bax nəzərinizə çatdırıram. Ev 7 sotun içindədir. Demək olar, bax bu evin qiyməti deyəcəm, torpağın qiymətinə satır. Ev elə bir üstündə havaydı. Yəni, bugünkü vəziyyətdə bu qiymətə bu evi başa gətirmək olmur. Gəlin bir dənə torpağı alın, tikintini ilə də bir maraqlanın, görün bu qiymətə, mən sonunda qiyməti deyəcəm. Görün bunu başa gətirmək mümkündür ya yox. Bax, burada gördüyünüz kimi bağı bağçası var. Yaşıllıq salıb ev sahibi, üzüm çardağıdır, bar verən meyvə ağaclardır. İndi qışdır deyə yaşıllıq yoxdur, amma yayda daha qəşəng olur. Bura qaraj hissəsidir, yayda da mətbəx kimi istifadə olunur. Gördüyünüz kimi bura çardağdır, besetkasıdır, belə deyək. Yayda zətdə oturmaq üçün ev sahibi belə bir şərait yaradıb. Yayda zətdə əslində burada qaraj kimi əvvəl istifadə olunub, sonra da çardaq edib, yayda zətdə oturmaq üçün belə ev sahibi belə şərait yaradıb. Gördüyünüz kimi evin, baxın, bax, 200 kvadrat da ardası, 15-16 metr bax belədir, bax bu hissədən. 12 metrdə bax belə içəri doğrudur. Həyətyanı görürsünüz, nə dərəcədə geniş, rahat burada bir istəyirsən, nə istəyirsən, neçədən maşın istəyirsən, salın bura. Bax, yəni belə bir geniş həyəti var. 7 sotun içindədir. Hörmətli izləyicilər, gördüyünüz kimi, evin, yəni, düzdür, kosmetik xərcə ehtiyacı var. Olanları deyirik. Amma bugünkü vəziyyətdə mən yenə qeyd edirəm, torpağın qiymətindən aşağı verir. Demək olar, torpağın qiymətindən verir buranı. Buradan qalxırıq yuxarı. Burada belə bir viranda yaradıb, gördüyünüz kimi. Daxil oluruq buradan evin içinə. Bax, geniş bir dənə dəhlizdir. Giriş səsi, böyük bir xoldur. Baxın, bax, belə bir xoldur. Girən kimi, baxın, bax. Burada mətbəx geniş. 4-ün 5-ə, 20 kvadratlıq bir mətbəxdir. Mətbəxi də həqiqətən genişdir, ürək açandır. Kosmetik xərcə ehtiyac var, aboylar dəyişilməlidir, yəni işlər görülməlidir. Mən demirəm, hörmətli izləyicilər. Vallahi billahi demək olar torpağın qiymətinə satılır. Bax, burada sanitar qovşağı ayrıdır, genişdir. Bax, belə geniş boşatqası var. Burada hamam hissəsidir. Bir dənə çəkim hamızı. Hamam hissəsidir, baxın, bax, belə. Düzdür, hamama da köhnə kafe metlaqlardır, amma dəyişimi kim alsa təmir eləməlidir. Yəni, əslində bunları nəzərinizə çatdırım. Təmirə ehtiyacı var. Keçirik buradan böyük bir zala. Bax, 4 metrin hardası 10-12 metr, 10 metr uzunluğudur. 12 metr bəlkə də uzunluğu var, rahat. Bura bir böyük bir zaldır, qonaq otağıdır. Hardasa bir, nə bilim, 50 kvadrat, 55 kvadrat olar. Belə, həqiqətən çox genişdir. Belə danışası deyir ki, bir dəqiq kvadratda demək mümkün deyil. Burada bir dənə 4-ün 7 metrə bir yataq otağıdır. Otaqların genişliyindən söhbət ola bilməz, həqiqətən ürək açandır. İndi bu pəncərə buradan qoşa daş dözək quruğa boy. Evə yenə deyirəm, bir neçə ilin evidir, kosmetik xərcə ehtiyac var, aboylar dəyişilməlidir, tavanlar ağarmalıdır, yəni böyük bir xərc də yoxdur. Yerə də laminat da vurursunuz, bəs eləyir. Burada bir dənə də yataq otağıdır. Bu da hardasa 4-ün 5-ə, 20 kvadratlıqdır. Geniş bir yataq otağıdır. Bunun bir dənə pəncərəsi qonaq otağına baxır. Bunu uşaq otağı eləmək olar. Qonaq otağına qalan amma pəncərələr hamısı öz həyətinə baxır. Burada da bir dənə yenə 4-ün 5-ə, 4-ün 6-ya da hardasa. 4-ün 6-ya bir geniş bir yataq otağıdır. Hörmətli izləyicilər, gördüyünüz kimi ev haqqında bütün məlumatlarını verdim. Baxanda heç evə bir güclü xərc lazımdır. Yəni laminatlardır, tavanlar da ağarmalıdır. Aboylar dəyişilməlidir. Kim istəsində qapılardan təzə model qapı qoymalıdır. Yəni tok sistemidir, kombi sistemlər zətdə yəni elə bir ciddi bir şey yoxdur. İndi təmirə ehtiyac var.
Alan adam gəlib özü yerində baxmalıdır. Təmirdə nəzərdən götürməlidir, hörmətli izləyicilər. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamımızı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Bildirim işarəsində, Zınqırov adlı bildirim işarəsində aktiv edin ki, hər satışa çıxan evlərdən xəbərdar olasınız, hörmətli izləyicilər. YouTube'da da, TikTok'da da, Instagram'da da. Evin qiyməti 145 min start qiymətdir. İndi gəlin soruşun, görün, yolun qırağındakı torpağın sotu neçədir? 20 min sotudur. Torpağın, yolun qırağında torpaq. Ev üçün 20 mindən aşağı torpaq yoxdur. Elə 7 sota vuranda 140 min torpağı edir. 145 start qiymətli, real alıcı olsa endirim olmağında da olacaq. Yenə də ev sahibi ilə görüşəcəksiniz. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.